Salam əziz şagirdlər, belə bir suala baxaq. Uzlaşma əlaqəsi nə zaman pozulur? Uzlaşma əlaqəsi dedik ki, mübtəda ilə xəbər arasında olur və mənsubiyyət şəkilçiləri göstəricisidir ki, burada uzlaşma əlaqəsi olsun. Deməli, şəxs xəbərli şəkilçiləri və mənsubiyyət şəkilçiləri uzlaşma əlaqəsinin göstəriciləridir. Uzlaşma əlaqəsi şəxsə görə və kəmiyyətə görə pozula bilər. Şəxsə görə pozular nə zaman? Əlavə ilə xəbər arasında uzlaşma əlaqəsi şəxsə görə pozulur. Məsələn, deyirəm ki, siz kursun şagirdləri uğur qazanacaqsınız. Burada əlavə verilib, siz mübtədadır. Kursun şagirdləri mübtədanın əlavəsidir. Yəni, əlavəni yadımıza salaq. Əlavə nə idi? Özündən əvvəl gələn sözü izah edir, konkretləşdirir, aydınlaşdırır. Bu əlavədir. Dedik ki, əlavə, əgər mübtədanın əlavəsi gələrsə, bu zaman şəxsə görə uzlaşma əlaqəsi pozulacaq. Baxaq, siz uğur qazanacaqsınız. Uzlaşma əlaqəsi, siz uğur qazanacaqsınız. Burada uzlaşma əlaqəsi pozulmayıb şəxsə görə. İkinci şəxsin cəmidir, xəbər də ikinci şəxsin cəmindədir. İndi əlavəyə keçirəm. Kursun şagirdləri uğur qazanacaqsınız. Burada artıq şəxsə görə uzlaşma əlaqəsi pozulub. Kursun şagirdləri, yəni üçüncü şəxsin cəmidir, onlar uğur qazanacaqsınız deyə bilmərik. Deməli, şəxsə görə uzlaşma əlaqəsi nə zaman pozuldu? Əlavə ilə xəbər arasında pozulur. Və bu zaman əlavənin hər iki tərəfindən biz vergül qoyuruq. Bir də xəbər şəxs əvəzlikləri ifadə olunduqda, xəbər şəxs əvəzlikləri ilə ifadə olunduqda uzlaşma əlaqəsi şəxsə görə pozulur. Məsələn, gələn sənsən. Kim? Gələn. Yəni o, üçüncü şəxsin təki. Sənsən. Bu isə ikinci şəxsin təkidir. Deməli, mübtəda fe'li sifətlə ifadə olunur, xəbər şəxs əvəzliyi ilə ifadə olunur. Bir dəqiqə. Davam eləyək. Demək, biz dedik ki, uzlaşma əlaqəsində şəxsə və kəmiyyətə görə uzlaşma əlaqəsi pozula bilər. Nə zaman? Əvəzliklə, əlavə ilə xəbər arasında uzlaşma əlaqəsi pozulur və bir də xəbər şəxs əvəzlikləri ilə ifadə olunduqda. Məsələn, deyirəm ki, gələn sənsən. Burada xəbər kimdir? Sənsən. İkinci şəxsin təkidir. Və mübtəda isə fe'li sifətlə ifadə olunur. Və gələn kim? O, üçüncü şəxsin təkidir. Xəbər isə ikinci şəxsin təkidir. Burada artıq şəxsə görə uzlaşma əlaqəsi deməli pozuldu. Oxuyan mənəm. Kimdir? Mənəm. Kim? Oxuyan. Bu da fe'li sifətlə ifadə olunub mübtəda. Xəbər də birinci şəxsin təki ilə. Burada da mübtəda üçüncü şəxsin təkindədir. Yəni o, oxuyan o. Üçüncü şəxsin təki, xəbər isə birinci şəxsin təkidir. Bu bizik. Xəbər birinci şəxsin cəmi, mübtəda isə bu, demək, üçüncü şəxsin təkidir. Və uzlaşma əlaqəsi kəmiyyətə görə pozulur. Nə zaman? Üçüncü şəxsin cəmində. Uzlaşma əlaqəsi nə zaman pozulmaz? Əgər mübtəda təkdədirsə, xəbər də təkdə olmalıdır. Mübtəda cəmdədirsə, xəbər də cəmdə olmalıdır. Əgər bu mübtəda təkdə, xəbər cəmdədirsə və yaxud mübtəda cəmdə, xəbər təkdədirsə, artıq uzlaşma əlaqəsi pozulur. Məsələn, uşaq oynayır. Burada mübtəda uşaq oynayır, xəbər. Və uzlaşma əlaqəsi burada pozulmayıb. Çünki mübtəda təkdədir, xəbər də təkdədir. Uşaqlar oynayırlar. Burada yenə mübtəda cəmdədir, xəbər də cəmdədir. Uzlaşma əlaqəsi pozulmayıb. Yarpaqlar töküldü. Mübtəda cəmdədir, xəbər isə təkdədir. Artıq uzlaşma əlaqəsi pozuldu. Bir də əgər mübtəda
söz birləşməsi ilə ifadə olunubsa, həmin söz birləşməsinin əsas tərəfi təkdədirsə, xəbər də təkdə olmalıdır. Əsas tərəf cəmdədirsə, xəbər də cəmdə olmalıdır. Baxaq, qonaqların hamısı gəldilər. Kim gəldi? Nə etdilər? Gəldilər. Kim? Qonaqların hamısı. Mübtəda üçüncü nöqtəyin söz birləşməsi ilə ifadə olunub və burada əsas tərəf, ikinci tərəf, əsas tərəf təkdədir. Əsas tərəf təkdədir. Bir dəqiqə. Əsas tərəf təkdədir. Xəbər isə cəmdədir. Ona görə də burada demək, kəmiyyətə görə uzlaşma əlaqəsi pozulub. Dedik ki, söz birləşməsi, mübtəda söz birləşməsi ilə ifadə olunubsa, həmin söz birləşməsinin əsas tərəfi təkdədirsə, xəbər də təkdə olmalıdır. Cəmdədirsə, xəbər də cəmdə olmalıdır ki, kəmiyyətə görə uzlaşma əlaqəsi pozulmasın. Burada qonaqların hamısı gəldi olmalıdır. Amma gəldilərdir, qonaqların hamısı. Əsas tərəfə təkdədir, xəbər də cəmdədir. Uzlaşma əlaqəsi pozulur. Beləliklə, uzlaşma əlaqəsi nə zaman pozulur? Şəxsə görə pozula bilər və kəmiyyətə görə pozula bilər. Şəxsə görə o zaman pozulur ki, əlavə ilə xəbər arasında uzlaşma əlaqəsi pozulur. Məsələn, siz kursun şagirdləri uğur qazanacaqsınız. Siz uğur qazanacaqsınız. Kursun şagirdləri uğur qazanacaqsınız. Artıq burada əlavə ilə xəbər arasında deməli uzlaşma şəxsə görə pozulub. Bir də xəbər şəxs əvəzlikləri ilə ifadə olunubsa, uzlaşma əlaqəsi pozulacaq və kəmiyyətə görə də nə zaman pozulur? Üçüncü şəxsin cəmində. Mübtəda təkdədirsə, xəbər də təkdə olmalıdır. Mübtəda cəmdədirsə, xəbər də cəmdə olmalıdır. Bu zaman uzlaşma əlaqəsi pozulmur. Əks halda pozulacaq. Və mübtəda söz birləşmələri ilə ifadə olunubsa, söz birləşməsinin əsas tərəfi xəbərlə uzlaşmalıdır. Yəni, əsas tərəf təkdədirsə, xəbər də təkdə olmalıdır. Cəmdədirsə, xəbər də cəmdə olmalıdır. Bu qədər əziz şagirdlər, növbəti dərslərdə görüşənədək. Sağ olun.